Əziz ustalar, mən sizin bax xeyrinizə deyirəm. Biz neçə illər bundan öncə işləyirik və təcrübəmiz var və biz bilirik. Hər sizə verilən boya o demək deyil ki, bu keyfiyyətli boyadır. Baxın, bu Alman məhsulu, Alman keyfiyyəti olan, Avropa standartlarına uyğun olan boyalardır. Baxın, sizə pigment satırlar. Kitaydan vururlar Dubaya, Dubaydan gəlir Azərbaycana. Siz də elə bilirsiniz ki, bu keyfiyyətli məhsullardır. O pigmentlərin öz üzərində oxuyun, görərsiniz ki, tatu sözü yazılıb. Yəni bu pigmentin tərkibində tatu pigmentləri var. Sizin gözünüz açılmalıdır. Siz müştərinizə hörmət eləməlisiniz və müştərinizi itirəcəksiniz əks halda. Mən bazarda çox ustalar gördüm. Sintetik boyalarla istifadə edən tanınmış ustalar oldu. Bazar onu sildi. Sizi silməsin deyə mən sizə hər zaman keyfiyyətli nədirsə, göyərməyən, müştəriyə nə lazımdır? Göyərməyən, qızarmayan boya. O da fibrosdur. Bəli, fibros orqanik boya olduğuna görə orqanizm onu biraz gec götürür. Amma fibrosun pigmentini otuzdurandan sonra o daha yaxşı və göyərməyən, qızarmayan olur. Yəni siz bunu anlamalısınız. Sintetik boyadan istifadə edən ustalar oldu, bazar onları sildi. Sizin silmənizi istəmirəm. Özünüz öz müştərinizə hörmət edəcəksinizsə, müştəri də sizə qiymət verəcək, dəyər verəcək. Bəli, mən razıyam. Bu boya bahalıdır. Amma bu keyfiyyətli boyadır da. Yəni siz də bunu bilirsiniz. Mən də bilirəm ki, bu keyfiyyətlidir. Bu danılmaz faktdır. Qızarmır, göyərmir. Yəni ən əsası. Siz bunu dərin işləməməlisiniz. Bunu üzlə işləməlisiniz ki, bunda göyərmə hissi olmasın. Düzgün. Əgər sizə metodikanın izah olunmasını da istəyirsinizsə, Fibro studiyaya hər zaman gələ bilərsiniz. Mənim özümdən canlı şəkildə burada soruşa bilərsiniz. Bunu necə işlədim və nə cür işlədim. Mənim sizin üçün konsultasiyam pulsuzdur. Yəni hər bir usta kim ki Fibrosun boyalarını istifadə edir, onlara pulsuz izahlar verə bilərəm ki, boyanı necə istifadə etsin.